Salamlar, necəsiniz qızlar? Bilirəm videom çox gecikdi. Biraz başıma işlər gəlmişdi. İnşallah video getdikcə bunu da sizlərlə danışacağam, söhbətləşəcəm. İlk öncə onu deyim ki, burada gördüyünüz kimi kravatımı dəyişdim nəhayət. Çünki mənim kravatımda matrasım biraz narahat idi. Və mənim belimdəki narahatlıqlara görə həkimlə məsləhətləşdik ki, elə kravatı da dəyişək. Çünki çox ağrıyırdım, üstünüzə sağlıq və ayın təxminən 9-cu günü mənim belimdə çox dəhşət bir ağrı tutdu. Ona görə videom çox gecikdi. May ayının 9-undan, 9-u idi, 8-i idi. 9-u idi səhv eləmirəmsə, hə. Həmin o gündən sonra, yəni bir neçə gün belim dəhşət çox ağrıdı. Oturub dura bilmədim, uzanıqlı qaldım. Ağrıdan neçə dəfə ürəyim getdi, üstünüzə sağlıq. Getdim həkimə və həkimə getdiyim müddətdə də iqla terapiyaya başladıq bu dəfə. Bilirsiniz ki, təzəlikcədə fizioterapiyadan təzə bitirmişdim. Lakin heç birinin effektini görmədim. Nəysə, bunlar sizə niyə danışıram? Çünki sağ olsun izləyicilərim köhnə videolarımın altında çox yazırlar ki, videolar niyə gecikir, səbəblərini gətirirəm. Beləliklə iqla terapiyaya da başladım və həmin müddətdə ona görə videolar çəkə bilmirdim, ağrılarım davam eləyirdi. İnanırsınız, hələ də bitirmişəm, hələ də ağrım var. Üstünüzə sağlıq. Yəni ona görə deyirəm ki, həmişə deyirəm ki, özünüzə çox əziyyət verməyin, çox ağır qaldırmayın. Yəni özünüzü yormayın, çalışın. Mən də bir dəfə ağır qaldırdım deyə belimdə yırtıqlar yarandı. Bir neçə yerdə protruziyalar var və osteoxondroz, migren, qarmalit və s. belə problemlərim var. İndi də çiynim dəhşət çox narahatdır. İnşallah onu da planlaşdıracağam. MRT-yə düşüm görüm nə olubdu ona. Nəysə, bu cür kravat axşam sökdük ki, bugün təzə kravat gəlir və matrası ona görə yerə atdıq, yerdə yatdıq. Və kravatın altından çıxanlarda görürsünüz, burada pəncərənin altına bu cür yığmışdım ki, maneçilik törətməsin. Bunları yığıram koridora və bugün ustalar gətirib yeni kravatımızı quraşdıracaqlar. Yeni matrasla yeni kravat aldıq. Bunları da, bu gördüyünüz kravat və matrası da qaynanamgildəki həyət evimizə aparıb ora quraşdıracağıq. Videonun ən sonunda oradakı halını da qısa videosunu çəkdim. İnşallah gələcəkdə oradan da vloqlar çəkib paylaşmağı düşünürəm. Təki Allah sağlamlıq versin, sağ-salamat olaq ki, planlarımızı yerinə yetirək. İnanın Allaha, bu neçə günlərdir nələr çəkirəm, bir Allah bilir, bir mən. Görürsünüz videolarda da necə arıqlamışam, 4 kilo arıqlamışam. Bu 20 günə 4 kilo arıqladım da mən, yəni. Bu cür buradakı paltarları zadda qatlayıram ki, ustalar gəlib, otağı pis gündə görüb qorxmasınlar. Qızlar, bir də başıma bir iş gəlib. Bu qolumda gördüyünüz qolbaq var ha. Bax, onu mən itirdim. Bəli. Birinci gün mən onu əcəmidə itirdim. Qızıl qolbaqlar 2 ədəd idi. İkisini birdən bir-birinə bağlamışdım ki, daha bərk olsun. İkisi birdən açıldı, qolumdan düşdü. Bu videoda, yəni bu ustaların quraşdırdığı və s. bu sırf buranı elə bil qızılı itirməmişdən 1-2 gün qabaq çəkmişdim. Qızılı itirdikdən sonra da qolum boş halda qara paltarda olan videolarımda mən hələ də orada evi zad təmizləyəndə mən görmürəm ki, mənim qızılım itibdi, mən bilmirəm. Və həmin günü mən hazırlaşıb uşağı məktəbdən götürməyə gedəndə mən onu da bildim. Və 2 gün mən qızılı fikirləşdim ki, görən harada düşmüş olar. Elə bil birinci gün düşdü, mən 2-ci gün bildim onu. Və getdim o iqla terapiyaya getdim, klinikaya getdim. Orada uzandığım otağa girdim. Həkimlərdən, medsestralardan soruşdum. Nə bilim, yoldakı meyvə tərəvəz mağazalarından soruşdum. Yəni ağlıma gələcək hər yerdən soruşdum. Amma qızılımı görən olmadı. Və hər kəs də dedi ki, yəni səncə onu tapan adam gətirib onu kiməsə verər. Elə bunu öz həyətimizdəki mühafizəçi mənə dedi və gördüm ki, düz deyir. Nə bilim, dedim, bəlkə insaflı biri tapar, bəlkə nə bilim, kiməsə verər ki, bunu gələndə sahibinə verəsən. Sonradan özüm fikirləşdim ki, çətin. Nəysə, burada artıq kravat quraşdırıldı, səhər gündür və qolumda artıq bilərziyim yoxdur. Bu mənə çox üzdü, çox məyus elədi. Özümə hələ də gələ bilmirəm.
Çünki bilmirəm, niyəsə özümə bağışlaya bilmədim. Onu indi çox adam deyəcək ki, qızıldır, təkcə cana gələn mala gəlsin. Yəni bunu çox adam deyir mənə. Bilmirəm, niyəsə bunu qəbullana bilmirəm. Danışanda da boğula danışıram. Qəbullana bilmirəm bunu. Yəni öz səhvim idi. Yəni bilirdim ki, 1-2 dəfə açılır. Mənim qardaşım qızılda işləyir, qızıl satır. Ona da göstərmişdim. Lakin heç bir problem yox idi qızılın kurçokunda. Özü də açdı, bağladı, bərk belə əli ilə bərk-bərk sıxdı elədi. Dedi ki, heç bir problem yoxdur. Bilmirdim niyə açılırdı. Deyirdim mən də yəqin ki, nə bilim, bəlkə harasa ilişib açdırıram, bilmirəm də. Yəni heç ağlıma gəlməzdi. Sonra elə bir qızıl satan bir qadın TikTokda yazdı ki, ikisini bir-birinə bağlayın. Onda açılmayacaq. Hətta orada videonun altında yorumda bir qadın yazmışdı ki, deyirsiniz açılanda ikisi birdən açılsın, düşsün. Mən də onu oxudum, güldüm. Güldüm, başıma gəldi də, əmələ başdı. İkisini bir-birinə dolayıb qoluma taxdım. O da elə açıldı, düşdü. Onu da evin kameralarında baxdıq. Yəni ikinci gün idi, axşam. Evin kamerasında baxanda gördük ki, qızımı səhər məktəbə aparıram. Qaydanda qolumda olur. Gəlirəm evə hazırlaşıram. Klinikaya gedirəm. Onda da çıxanda da evdən çıxanda da qolumda olur. Elə bil gedirəm klinikaya. Əcəmidədir ikisi də. Oradan da gedirəm qızımın məktəbinə. Qızımın məktəbindən götürüb qayıdıram evə. Qaydanda artıq kamerada görür ki, qolumda yoxdur, qol bağı düşüb. Nə bilim, hər danışdıqca ürəyim çox sıxılır, ürəyim çox ağrıyır və onu elə görəndən sonra bütün qızıllarımı çıxartdım. Artıq da necə deyim, küstüm də belə deyim. Küstüm qızıla. İnanmıram ki, bir müddət mən qızıl taxam. Ya bijuteriya taxaram, ya heç nə taxmaram. Yəni o qədər qəlbim qırıldı ki, özümə bağışlayamıram. Nəysə, çox keyfinizi pozdum video başlayandan. Bu cür evimizi səlqəyə saldım. Səlqəyə saldım deyəndə ki, yenə həmişəki kimi məndən silmək gözləmir. Biraz üzdən getdi elə belə səlqəyə salıram. Bu cür tostoranımın içində təmizlədim ki, tostoran eləyəndə daha yaxşı çəksin. Tostoranın içi çox olanda yaxşı ürəyim istəyən kimi çəkmir. Nəysə bu cür başladım yataq otağımı yığmağa. Yataq otağının mebeli necə alınıb qızlar? Biraz altı digərinə nisbətən mənim əvvəlki kravatımın altı tam yerdən idi, birləşik idi. Ona görə yəni bunun altını tozlanmağıdır, altına nəsə qaçmazaq əvvəlki kravatımda başıma gəlməmişdi deyə. Yəni bilmirəm, əslində istəmirdim mən də belə ayaqlı olsun. Lakin nə qədər yerə baxdım, həm büdcəmə uyğun, həm də xoşuma gələn bir modellər görmədim. Saloqluya getdim, orada çox belə faş-faşalı modellər idi. Bəziləri də çox klassik model. Klassik deyəndə yəni necə deyim? Klassik idi də, belə qızıl işləmələr, zad belə şeylər idi. Mən tam sadə belə bir şey istəyirdim. Getdik Askona mebelə, oradan tapdım, aldım. 1096 manata başa gəldi. Həm matras, həm də kravat. 800 neçə manat kravat idi. 294 idi, nə idi manatda nədir onun adı? Matras idi. Nəysə aldım, dedim bəlkə indən belə belimin ağrısı az da olsa azalar. Burada divanın üstündəki dollarlarımızı görürsünüz. Dollar yağır hər yerdən. Yaxşı, zarafat eləyirəm. Qızımın yalancı dollarlardır, belə deyək. Tək hər evdə həqqli o dollardan olsun. Getmişdik Sədərəyə bir dəfə. Oradan bir paçka etibarsız dollar almışdıq. Və inarsınız hər yerdə o dollar var. Burada da qızım axşamdan töküb dağıtmışdı, nəsə şəkilzat çəkirdi, rəngləyirdi, kəsib yapışdırırdı. Gətirdim, oturdum burada. Onun lazımlı şeylərini yığdım, lazımsızları atdım. Bu cür buraları sərgiyə saldım. Qızlar, inşallah ayın 31-i ad günümdür. Ad günüm deyəndə ayın 1-i ad günümdəsində 31-i qeyd edəcəyik. Mənim qaynatamla eyni gündə doğulmuşuq. 1 iyun uşaqlar bayramı. Və onunla bir yerdə keçiririk çox vaxtı. Bu dəfə də qaynatamın 60 illiyi olur. Və qaynanam dedi ki, bu dəfə onlarda, onsuz da gedirik həmişə ad günümdə onlara. Qaynatamın dediyim kimi ad günüdür deyə gedirik, elə böyükdür də onlarla təbrikləşməyə bir-birimizi.
Və dedi ki, bu dəfə qonaqlar hamısı elə sənin mamangildə, bizdə qonaqlar da hamısı, qohumlar gəlsinlər, bizə yığılışsınlar. Ad gününüzü ikinizin də bir yerdə qeyd eləyək. Mən də razılaşdım. Ayın 31-i onsuzda. Yəni mənim ad günüm ayın 1-idir. Qaynatamınki da. Razılaşdım ki, inşallah ayın 31-i ora gedirik. Və düşünmüşdüm ki, Temudan gül sifariş eləmişdim. Dekorlar. Nə bilim, yuxarıdan asmaq üçün belə elə o qədər şeyə hazırlaşmışdım ki, yenə gətirib qızıl nitməsinə söhbəti uzadıb çıxartacağım. Planımda var idi ki, qəşəng özümə tort bişirəm, nə bilim də, yəni evi dekorla bəzəyəm, özüm geyinəm, eləyəm. O qədər şeylər planımda var idi. Və hal-hazırda ayın 29-udur. Sabah da 30-u qızımın əlifbasıdır və 1 qram olsun içimdə hələ ki istək yoxdur. O hazırlıqları eləmək üçün, yəni çox həvəsdən düşdüm. Elə bil özümə ad günü hədiyyəsi elədim o qızılımın itməyini. Və ona görə bilmirəm heç eləyəcəm ya yox. Düşünürəm ki, inşallah tort bişirsəm, bilmirəm bişirəcəm ya yox. Bişirsəm onun da videosunu, hazırlanma videosunu sizlərlə çəkib paylaşaram. Yəni qısa-qısa videolar çəkərəm, bir vlog halında yığıb paylayaram. Çünki İnanmıram, orada o qonaqların içində, o qədər adamın içində təxminən bir 30 nəfər zət olar da, yəqin ki, qaynanam kildə olacaq, yığışacaq. İnanmıram ki, orada bir normal vlog çəkə biləm. Baxmada insanlar da narahat olurlar, qonaqlar narahat olurlar mən video çəkəndə. Ona görə istəmirəm onlara narahatçılıq vermək. Əgər alınsa, inşallah vloglar çəkəcəm, oradan da birləşdirəcəm. Çünki uzun müddət idi ki, vlog paylaşmırdım və düşündüm ki, vlog paylaşım və YouTube'dan gələn pulları yığım. Pullar da deyəndə elə bil bir minliklər qazanıram. Çox cüzi məbləğ də olsa yığılsın. Bəlkə nə bilim gələcəkdə özümə həmin qızılı alıb qoyaram yerinə, bilmirəm. Ona zaman göstərər. Bu cür biraz ortalığa da əl gəzdirdim. Bayaq gördüyünüz stol var idi, qızımın stolu. Onu yazı masası kimi aldım. Bir dənə səhifə var idi. Orada gördüm ki, çox asan belə yığılıb açılır, çox yüngül, çox rahat bir şey var. Mən də əslində qızıma yazı stolu almaq istəmirdim. Niyə? Çünki qızım onsuz da hələ ki qonaq otağında oturub yazır və ona görə mən əvvəlki yazı stolunda yoldaşım sökdü onu. Oturmurdu. Həm də ki o biraz narahat idi. Amma belə şəkil çəkəndə, axşamlar nəsə plastiklə oynayanda gedib televizorun qabağında əyləşirdi. Həm oranı pisklə qoyurdu, həm də beli çox əyilirdi. Ona görə belə bir yazı masası sifariş elədim. 60 manata gəldi, çıxdı taksi ilə bir yerdə mənə. İnanın Allah o qədər rahatdır ki, yəni istədiyin yerdə aç, quraşdır, yığ, belə çox rahat bir şeydir. Gələcəkdə əgər inşallah böyüsün, öz otağında görsəm ki, qalır. Öz otağına normal bir yazı stolu yığdıracağam. Amma hələ ki yazı stolu yox, belə bir şey istəyirdim. Və bu mənim əlimdən çox tutdu. Bu cür yerə tökülən qızımın plastilinlərini də sul salfetka ilə sildim. Çünki evi, yenə deyirəm, silməyə axotum yoxdur. Silməyəcəm evi. Və biraz plastilinlə yerdəki ləkələr, plastilin nə idi? Sul salfetka ilə yerdəki ləkələri də yığandan, siləndən sonra keçdim kuxunaya. Buradakı axşam yoldaşım gecə yemişdi yeməyin. Ona görə 17-ni yığışdırmamışdım. Öz yediyimizi falan yığışdırdım. 17-kilər qalmışdı. Onları falan yığışdırdım, elədim. Buradakı zibilləri atıram və kuxunamda biraz qablar qalmışdı. Onları yuyacağam. Bizdə mama mənim ad günümə görə pul vermişdi ki, ged özünə qab yuyan maşını al. Əslində planımda qab yuyan maşını idi, amma artıq belim çox narahat olduğu üçün və belim tutandan sonra, o ağrı olandan sonra düşündüm ki, mənə bu dəqiqə ən vacib kravatlı matrası dəyişməkdir. Bəlkə onu dəyişsəm ağrım azalar. Ona görə məcbur mən mama verən pulu qab yuyan əvəzinə kravat və matrasa verdim. İnşallah gələcəkdə alınsa qab yuyan da alaram. Çünki burada qab yuduqca da mənim çiynim çox ağrıyır, əyildikcə belə. Deməli, sizə nədən danışım? Artıq görürsünüz ki, mən çox qab yığmamışam burada. Əslində, bu mənim üçün çox qab deyil. Əvvəl bütün yuxarıdakı qabların hamısını açırdım, işlədirdim. Açırdım yəni işlədirdim axşam, sonra səhəri günü axşam. Gündə bir dəfə yuyurdum da qab.
Hamısını birdən yuyurdum. Buna görə qablar çox yığılırdı. Ev yəni bütün günü səliqəsiz. Təkcə buna görə yox da, həm də ortalıq da çox səliqəsiz olurdu. Neyse, bu belim tutandan sonra mən belim tutan günü baxdım evə, inan Allaha, yəni dəhşətə gəldim də. Ev o qədər pis gündə idi ki, mən evi o gündə qoydum, həkimə getdim. Sonra yoldaşım işi ilə bağlı qalası idi işdə. Sonra getdim Mamagildə qaldım. Yəni ev o gündə qaldı da. Sonra sağ olsun yoldaşım çox köməklik elədi. Evin təmizləməyinə və s. Gəldim ki, evi tam səlqəyə salıbdı. Yəni Allah kömək olsun. O qədər sevindim ki, gəldim ki, evi tam səlqəyə salıb, toz soranlayıb, nə bilim də o qabları zadı yuyub, hər yer gül çiçək kimi olub da. Yəni məndən də gözəl təmizləyibdi. O gündən sonra özümə söz verdim ki, çalışacağam evi çox tör-töküntülü buraxmayam, qab çox yığmayam. Düzdür, yəni yenə də çoxsunun istədiyi kimi super təmizlik eləməyəcəm, amma ən azından ortalığı səlqəyə salıb qablarımı axşamdan yuyacağam ki, sabah Allah uzaq eləsin. Adamın başına həqiqətən anam deyirdi, inanmırdım. Adam başına bir iş gələr bala, adam evinə gələr. Biabır olarsan. Ona görə mən çalışıram ki, artıq evi azmaz da olsa səlqəyə salım. Az utanım heç olmasa. Bu cür kuxunamı da qəşəng dəzgahını sildim, təmizlədim. Burada gördüyünüz yulaf var ha, qızlar, super-muperdir də o. Yəni arıqlamaq istəyənə və sağlam yaşamaq istəyənə, sağlam qidalanmaq istəyənə çox gözəl bir şeydir o. İnşallah gələcək videolarımda sizə arıqlama ilə bağlı kiçik sirlərimi də danışaram istəsəniz. Əgər istəsəniz yorum yaza bilərsiniz. Onunla mən çox gözəl arıqlayıram. Yəni biraz düzdür kökəlmişdim bir ara. Həmin o kiloları o yulaf sayəsində itirdim və kiçik bir-iki dənə xırda ipucular var, sirlərim var. Onu da sizlərlə bölüşərəm. Burada gördüyünüz zibil qabımı çox soruşurlar. Hər dəfə onu Trendyoldan sifariş eləmişdim. Və bu cür bitirdikdən sonra da yüngülvari toz soran eləyirəm və keçəcəm hamam otağına. Hamam otağına keçən kimi bilirəm ki, yenə hər kəs məni danlayacaq. Hər dəfə videonu baxırlar, axırda hamam otağına gələndə qəşəng əsəbləşirlər. Niyə? Mən də belə təmizləyirəm də. Neysə qızlar, siz gedin, baxın, izləyin, rahat-rahat əsəbləşin, yorumlarınızı yazarsınız. Mən də sizinlə hələ ki sağollaşım. Videomu bəyəndinizsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, hələlik.